Salam. Necəsən? Hər kəsin səbirsizliklə gözlədiyi o sualı vermək istəyirəm. Qarabağ klubuna transfer olacağınızla bağlı yayılan xəbərlər doğrudurmu? Aleyküm salam Murat. Mən də bu xəbərləri eşitmişəm açıqcası. Belə bir məlumat yoxdur. Hamısı yalandır, gəfəngiyatdır. Bunlara inanmayın. Mən də istəyərdim Qarabağda oynayım, amma Qarabağ klubu məni almadı. Onların o qədər pulu yoxdur məncə. Varsa da mənə vermirlər. Onlar 2-ci liqada tanınmayan oyuncular alıb, onları məşhur eləyirlər və daha yüksək qiymətə satırlar. Son olaraq buradan Qarabağa uğurlar arzu edirəm. Mən inanıram ki, onlar Newcastle udacaqlar. Orada yaxşı oyuncular var. Duran, qoyanda oturtduran və Bəhlul Divarzadə. Çox istəyərdim onlarla oynayım. Amma mənim bacarığım o qədər deyil. Mənim artıq 31 yaşım var. Ora cavan, yaxşı oyuncular lazımdır.